Bəli, mövzu budur. İmam Hüseyin əleyhissalamı tanımaq istəyirik. Tanımaq üçün kəlamlarla tanış olacaq. Həzrəti İmam Hüseyin əleyhissalam Şaban ayına 2 gün qalmış Mədinəni artıq tərk edir. Üst tutur Mədinədən Məkkəyə. Yol 5 gün çəkir. Gəlir çatır Məkkəyə. Məkkədə təxminən 4 ay 5 gün qalır. Zilhiccə ayının 8-i Məkkəni tərk edir. Üst tutur Kufəyə tərəf, Kərbəlaya tərəf. Niyə o an məhz tərk eləyir? O anda bütün yerlərdən gəlirlər. Hara gəlirlər? Kəbəyə. İmam Hüseyin əksinə gedir. Hamıda sual yaradır İmam Hüseyin. Biz yığışırıq Kəbəyə, sən gedirsən Kərbəlaya, Kufəyə. İmam artıq sual yaratmağa başlayır, düşündürməyə başlayır. Düşünün, Həcc əməlin yarı qoyub ora gedirəmsə, deməli, mühüm bir məsələ var. Dinin ruhu aradan gedir. Boş ayinlər qalmağa başlayır. Mən onu üçün üst tuturam Kufəyə. Ki, bilirsiniz, Kufə əhlidə neyinir? Məktub yazırmış. Nə qədər məktub gəlmişdi. Ziyarət-i Aşuranı gedin oxuyun, orada bir kəlmə var. Tənəqqəbət, səni öldürmək üçün üzlərinə niqab bağladılar. Niqab nədir? Üzlərini örtdülər. Heç düşünmürsünüz niyə örtüblər üzlərini? Ona görə üzlərini örtmüşdülər ki, özləri yazmışdı çoxsu məktubu. Örtmüşdülər ki, ayıbdır, görəcəyik bizi. Tarixə baxın. Tənəqqəbət. Üzlərini örtürdülər. Bir yerdə oxudum, Ömər Sət dedi ki, orada olanlardan bəzisən dedi ki, get bir dənə xeymədə Hüseynlə görüş, niyə gəlmirsən? Dedi, mən necə gelim görüşüm, ona deyim, niyə gəlmirsən? Deyər, mənə niyə çağırmırsan? Sən çağırmırsan da məni. Mövzu bundan işim yox. 4 ay, bir neçə gün qalır Məkkədə. Zilhiccənin 8-i bir tarix budur, çıxır. Məkkədən Kərbəlayacan 1500 kilometr yoldur. 36 dənə məntəqə var. 36 məntəqənin 26-sında dayanır. Təxminən həmən məntəqələrdə çıxışlar edir və yol boyu müəyyən insanlarla görüşür. Bax, bu qədər qısa. Qısa dedim sizə. Davam edirəm çıxışıma. Elə ki, Mədinədən çıxır Məkkəyə gedir. Niyə Mədinədən çıxır Məkkəyə gedir? Artıq Muaviyyə dünyasını dəyişəndən sonra xəbər gəlir Mədinəyə. Xəbəri Yezid göndərir. Xuzil Hüseyn və Abdullah ibn Ömər və Abdullah ibn Zubeyr əxsən şəhida. Get bu 3 nəfərdən beyyət al. Kimə deyir? Mədinənin valisinə. Mədinənin valisinə. Məktub yazır, get onlardan neyinə? Vəlid ibn Ütbəyə. Abdullah ibn Zubeyrin oğlu Abdullah, 2-ci xəlifənin oğlu Abdullah və bir də kim? İmam Hüseyin əleyhissalam. 3-ündən beyyət al. Məktub gecə çatır, gecə ilə də İmam Hüseyini çağırtdırır. 3-ünü də çağırtdırır. Deyir, Abdullah ibn Zubeyr çox narahatdır. Deyir, nə məsələdir, niyə bizi görsən gecə çağırırlar? İmam Hüseyin uzaq görən daxı. Elə o an qayıdır, deyir, 100% Muaviyyə ölüb. Biz elə belə çağırmırlar. Və gəlir. Hara gəlir? Görüşməyə. Kimlə görüşür? Mədinənin valisi Vəlid ibn Utbə ilə. Orada kim var? Mərvan da var. Mərvan adını da eşidin. Və ondan sonra Hal-Qəziyyəni deyirlər. Hal-Qəziyyəni deyirlər İmam Hüseynə və İmam Hüseynlə olan arasında bir söhbət olur. İmam Hüseyin ayrılıb getmək istəyəndə Mərvan Vəlidə deyir ki, öldür indi Hüseyni. İndi elədin, elədin. Buraxma getsin. İmam Hüseyin ona deyir ki, yəbnə zərqa. Sən məni öldürmək istəyirsən, yoxsa yanındakı? Ondan sonra deyir, nə istəyirsiniz məndən? Beyyət istəyirsiniz Yezdə? Orada bir çıxış edir. Buradan tanıya bilərik ki, İmam Hüseyin kimdir? Deyərdim, İmam Hüseyin əleyhissalam Əhl-i Beytin uca məqamından söhbət edir orada. Yəni, məni gör kimdən üzböz qoymuşsunuz. Ziyarət-i Camiə Kəbirədə bu kəlmələrin bəzisi keçib. Başlayır Əhl-i Beyti tərifləməyə. Biz kimik? Eybi yoxdur, bəzi vaxtlar tərifin yeri var. Quran-ı Kərimin məntiqidir.
Əmmə bi ni'məti rabbikə fəhaddis. Bəzi məqamlar var ki, orada icazə verilib danışasan. Ondan işim yox. O indi haçandı, mövzum o deyil. Məndən o istəmir. Orada başlayır Əhl-i Beytin məqamından söhbət eləməyə. Siz bilirsiniz biz kimiyik. Orada danışır. Deyir, əyyuhəl əmir, ey vali, inna əhlə beytin nübuvvə. Biz nübuvvət evinin əhliyik. Nübuvvət evinin əhliyik. Əhl ərəb dilində tərcüməsi ünsiyyət və rabitəyə deyirlər, əhl. O zaman əhlsən ki, ünsiyyətin var, rabitən var. Allah Nuhun övladına deyir, leysə min əhlikə, sən əhlündən deyil. Niyə? Çünki Nuh sənlə ünsiyyət qura bilməyib o. Aramızda ilahi rabitə, bağlılıq yoxdur. Ona görə sənə əhlün deyil. Biz deyirik, əhl bu da ailə. Əhl odur ki, rabitə olsun arada xüsusi. Salmandan danışanda nə deyir Allah, Peyğəmbər? Səlmanu minna əhləl beyt. Bizdəndir. Niyə? Çünki bizdən ünsiyyəti var. Nuhun övladına deyir, səndən deyil. Niyə? Çünki səndən ünsiyyəti yoxdur. Yəni, bu mənada yol açıqdır. Əhl-i beyt xüsusidir, onu bildim. Amma bir də əhl olmaq var ki, onun qapısını açıblar, o əhl-i beytdən aşağı. Ünsiyyət və rabitə ilə mümkündür. Deyir, biz nübuvvət evinin əhliyik. Əhl-i beytin nübuvveyik. O ev ki, deyir, əhl-i beytin eviyik, əhl-i beyt, o beytin əhliyik, beyt, o ev. O adi ev deyil. O Peyğəmbərin Məkkədəki evi deyil. O vilayət evidir. O mənəvi bir evdir. O ərzlə səma arasında olan bir rabitədir. O evdir. Yerlə ərş arasında olan bir rabitədir. O evdir. Vilayət evidir. Deyir, biz Əhl-i Beytin nübuvvəyi, nübuvvət evinin əhliyik. Bu bir. 2. Və mə'dinur risalə. Risalətin bir mənası budur. Vəzifə, misya, məsuliyyət. Allah bizə bir risalət verib, bir misya verib. Biz onu sonlandırmalıyıq. Və o misyanın mədəniyik. Mədən nədir? Mədən ərəb dilində ədin kəlməsindən götürülür. Ədin nədir? Atsam sözə bu mə'dinur risaləni budur. Yəni, risalət bizə yaraşır, biz ona yaraşırıq. Risalət bizə aşiq, biz ona aşiq. Xidmət bizə aşiq, biz xidmətə aşiq. Yəni, bu misya bizi üçün ayrılıb və biz onu sevə-sevə qəbul eləmişik. Çünki ilahi bir misyadır.